Bilirdinizmi ilk velosipedlər pedalsız olub? İlk velosipedlərin tarixi 19-cu əsrə dayanır. 1817-ci ildə Alman baronu Karl von Drais Laufmaşın adlı iki təkərli nəqliyyat vasitəsini ixtira etdi. Digər velosipedlərdən fərqli olaraq bu velosipedin pedalı yox idi. Daha sonra 1860-cı illərdə Fransada Pierre Michel və Pierre Lallemand ön təkərə pedal əlavə edərək ilk həqiqi velosipedi hazırladı. Velosipede sözü sarsıdıcı at mənasına gəlirdi. Daha sonra böyük ön təkər və kiçik arxa təkər dizaynlı velosipedlər çıxdı. Amma bu velosipedlər o qədər də təhlükəsiz deyildi. Velosipedin daha da kütləviləşməsinə yol açan hadisə 1888-ci ildə onun təkərlərinin hava ilə doldurulması oldu. Daha sonralı velosipedlər fabrik istehsalına keçdi və Avropa, Amerika, Asiyada ucuz nəqliyyat vasitəsi oldu. 1896-cı ildən etibarən velosiped yarışları olimpiya oyunlarına daxil edildi. İlk velosiped zolağı 1885-ci ildə Danimarkanın paytaxtı Kopenhagenə çəkilmişdir. Daha sonra İngiltərə və Almaniyada. Müasir dövrdə dağ velosipedi, yol velosipedi, elektrikli velosipedlər və daha fərqli modellər meydana çıxdı. Azərbaycanda da son illər velosipedlərin sayında kəskin artım müşahidə olunur. Sözsüz ki, velo zolaqların salınması da buna təkan vermişdir. Azərbaycanda həmçinin velosharing, yəni bir tətbiq vasitəsilə velosipedlərin icarəyə götürüb sürə bilmək imkanı yaranmışdır. Apar tətbiqi vasitəsilə siz sadə və elektrikli olmaqla velosipedləri icarəyə götürüb sürə bilərsiniz. Qiymətlər isə 30 dəqiqəsi 99 qəpikdən başlayır. Hətta siz Daşkın 50 promo kodundan istifadə etməklə də ilk səfərinizə 50% endirim əldə edə bilərsiniz.